Mən Fəxri Musazadə, Azərudi ilə TRS-dən 472 bal, TYS-dən isə 91 balla dünya ikinciliyi əldə eləmişəm. Mənim xəyalım ürək-damar cərrahı olmaqdır. Buna görə də tibb təhsili almaq lazımdır və tibb təhsili ən yaxşı olan ölkələrdən biri də bilirik ki, Türkiyədir. Ona görə Türkiyədə Ankara şəhərində Hacettepe Universitetində təhsil almaq xəyalım var. Azərudunu mənə tanıdan, daha doğrusu ailəmə tanıdan xalam olmuşdu. O, sosial şəbəkələri vasitəsilə Azərudunun nailiyyətlərini və əldə etdiklərini görüb bizə tövsiyə eləmişdi ki, bu da mənim Türkiyəyə hazırlaşmağım üçün böyük bir addım olmuşdu. Azəriduda həqiqətən çox səmimi ab-hava var. Əslində bunu mən deyərdim ki, müəllimlərə borcluyuq. Çünki müəllimlər uşaqlarla birlikdə sanki bizim dostumuz, tanışımızmış kimi çox rahat söhbət eləyir, çox rahat münasibət qururlar. Eyni zamanda şagirdlər bir-birləri ilə çox səmimidir. Yəni eyni sinifdə oxumağa başlayandan bir ay sonra, hətta bəzən bir neçə həftə sonra bir-birimizi illərdir tanıyırmış kimi çox yaxşı dostlaşa bilirik. Azəridu deyərdim ki, mənə həqiqətən çox şey qazandırıb. Təkcə akademik bilgilərdən savayı sosial münasibətlər, kommunikasiya kimi bəzi şeylərdə də çox inkişaf elətdirdi Azəridu məni. Məsələn, burada çox fərqli insanlarla, uşaqlarla tanış oldum, müəllimlərlə keçdiyim münasibətlər. Məsələn, burada həm türk, həm azərbaycanlı müəllimlər olduğu üçün münasibətlərdə çox fərqliliklər və yeni şeylər öyrəndim. Azəriduda TRS üzrə, TYS üzrə və matematik dərslərinə qoşulmuşam. TRS və TYS dərslərim bitib, TRS və matematik dərslərim isə davam edir. Mən daha öncədən başqa kurslarda SAT üzrə hazırlaşırdım. Sadəcə davam edən prosesdə gördüm ki, nəticələr mənə o dərəcədə qane eləmir. Ona görə özümü doğrultdum TRS üzrə və birinci olaraq Azəriduda sıfırdan TRS proqramı üzrə təhsilə başladım və artıq gördüm ki, həm bu kursdakı mühit, həm müəllimlərin bizə yanaşması və sair kimi faktorlar məni TRS-də 472 kimi böyük bir bala apardı və indi isə 12 aprel imtahanında daha yüksək nəticəni özümə hədəf qoymuşam. Məni həqiqətən motivasiya eləyən bir çox faktor var. Bunlardan birincisi əsas hədəfim olan ürək-damar cərrahı olmaqdır. Mən uşaqlıqdan bəri istəmişəm ki, cərrah olum, yaxşı bir həkim olum. Çünki ətrafımda görmüşəm ki, ürək xəstəlikləri insanlarda çox böyük bir problemdir, əsas da bizim ölkəmizdə. Ona görə bu peşə məni ən böyük motivasiya eləyən şeylərdən biridir. Lakin bundan əlavə ailəm, dostlarım və kursdakı mühit də mənə bu yolda daha uğurlu olmağa motivasiya eləyir. Təşəkkürlər Azəridu.